Sidiyin rəngi şəffaf deyilsə, bədən sənə nəsə demək istəyir. Normalda rəng şəffafdan açıq sarıya qədər dəyişir. Bu normaldır. Rəng tündləşibsə, bulanıqdırsa və yaxud da başqa rəng alıbsa, səbəblər müxtəlif ola bilər. Məsələn, tünd sarı suyu az içmisən deməkdir. Su az olanda böyrəklər suyu qorumağa çalışır, sidik daha qatı olur, rəng tündləşir və qoxu da kəskinləşə bilir. Bir də bulanıq var, süd kimi. Sidik bulanıqdırsa, bəzən sidik yolu infeksiyaları və yaxud da sidikdə duz kristallarının artması ilə bağlı ola bilər. Xüsusən göynəmə, qoxu, tez-tez sidiyə getmə, aşağı nahiyədə narahatlıq varsa diqqətli olmaq lazımdır. Bir də var, qırmızı rəngdə olur sidik. Bu bəzən qida ilə də bağlı olur. Məsələn, çuğundur yemisənsə, sidik qırmızı ola bilər. Eyni zamanda digər qırmızı rəngli qidalar. Amma səbəbsizdirsə, sidikdə qan ola bilər. Bu halda həkimə getmək mütləqdir. Qan sidikdə infeksiya, daş və digər ciddi səbəblərdən ola bilir. Deməli, sidiyin rəngi şəffaf deyilsə, birinci məsələ aydındır. Sadə su içmək lazımdır. Suyu artırmaq lazımdır. Amma xüsusən qışda suyu az içirsinizsə, göynəmə, tez-tez sidiyə getmə, şişkinlik hissi kimi narahatlıqlar varsa, mən sizə Diurnesi məsləhət görə bilərəm. Diurnes dərman deyil, qida əlavəsidir. Tərkibində qızıl çətir otu, levistik kökü və rozmarin yarpaqlarının ekstraktı var. Bu bitkilər böyrəklərdə qan dövranını yaxşılaşdırır, antimikrob və iltihab əleyhinə təsir göstərir. Daşların yaranmasının qarşısını almağa kömək eləyir. Sidik ifrazını artırır, sidik qovucu təsir göstərir və sidik yollarında yaranan spazmı azaldır. Bununla yanaşı bədəndə, ayaqda və üzdə, göz altında olan şişkinliklərin azalmasına da kömək eləyir. Polşa istehsalıdır, keyfiyyətindən əmin ola bilərsiniz. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə etmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.